Esselamu Aleyküm ve Rahmetullah. Bugünkü mövzumuz deməli Şiənin elm tələbəsi olacaq. Onun səsini qoyuram. Mövzu çox hasant bir mövzudur. Kim Quran-ı Kərimi inkar etmirsə, kim Quran-ı Kərimi təhrif etmirsə, kim Quran-ı Kərimin təhrif etiqadında, düşüncəsində deyilsə, onun üçün rahatdır. Yox, kim Quran-ı Kərimi təhrif edirsə, kim Quran-ı Kərimi Allah Subhanahu taala ayələrini inkar edirsə, onun üçün çətin olacaq. O yenə də öz fikrində olacaq. Adam deyir ki, nə deyir, gəlin özündən soruşaq. Səfərəmsə Müddəssir surəsindədir. Allah Quranda deyir ki, Allahın ərşin 8 daşıyır, 8 nəfər daşıyır. Burada bəziləri deyiblər ki, 8 dən mələk var. Onlar çiyinlərinə qoyurlar, taxtı gedirlər o tərəfə, gəlirlər bu tərəfə. Ancaq bizim Əhl-i-Beyt imamlarının hədisində var ki, o 8 nəfərin 4'ü keçmişdəndir, 4'ü isə indikindən. Çünki yadınızda qalsın, keçmiş deyəndə həmişə yadınızda qalsın, İslamdan qabaq. İndiki deyəndə, yəni İslamdan sonra. Deyir, 4'ü İslamdan əvvəlkidir, 4'ü isə İslamdan sonra. O 4'ü ki, İslamdan əvvəldir, onlar kimdir? Nuhdur, İbrahimdir, Musa, İsa əleyhissalam. Onlar ki, indikindəndir Məhəmməd, Əli, Həsən, Hüseyin. Bu filmi mən tam olaraq versiyasını qoyacağım. Adam deyir ki, Allah Quran-ı Kərimdə deməli haqq, səhv etmirəmsə haqqdır. Haqqa 17-ci ayədə Allah Subhanahu taalanın ərşini daşıyan mələklər deyir. Allah özü deyir də burada mələklərdir. Bunlar deyir, yox, ey Allah, mələk zat deyil. Bu Quran-ı Kərimdə də mələk zat deyil. Onlar elə 4'ü peyğəmbərdir, 4'ü də Həsəndir, Hüseyndir, İmam Əlidir, Muhammeddir. Allahın salamı olsun onlara və onların ailəsinə. Bunlardır. Quran başqa şey deyir. Allah başqa şeydir. Bunların hədisləri başqa şeydirdi. Və nə oldu? Bə deyirdiniz ki, hədislər Allahın ayətinə uyğun gəlmirsə, o hədisləri atın kənara. İndi ki, əlimizdəki olacaq ayələrlə Quran-ı Kərimdəki olan ayələri, əlimizdəki olan hədislərlə Quran-ı Kərimdəki olacaq ayələri vurub çıxartmaq istəyirsiniz. Zaten sizin qəlbinizdən çıxıb məlumdur və məşhurdur. Belə olmaz, belə din nədir? Allahu Ekber, həqiqətən. Ey sənmiş yerlər, sizin imanınızdan istifadə edərək Allahın kitabından sizi uzaq etmək istəyirlər. Resulullahın sünnətindən sizi uzaq etmək istəyirlər. Allah deyir ki, buradakı olacaq 8 dənə mələkdir. Şiə inancı deyir ki, yox, 4 dənə keçmiş peyğəmbərdir, 4 dənə də 3'ü imam, 1'i peyğəmbərdir. Ya, hara kimi gedəcəksiniz? Düzdür, gedəcəksiniz. Yerimiz də məlumdur, bəli. Ey sənmiş yerlər, bu kimi alimlərə etimad etməyin. Bu kimi hədisləri içərisində yaşayıb din yaşamayın. Sizin yaşadığınız hədislərin çoxu ayələrə ziddir, zid. Qulaq asın indi buna. Görün, bu doğru deyir, yoxsa Allah. Allah Quran-ı Kərimdə deyir, məgər Allahdan doğru tanıyan birisini tanıyırsınızmı? Buyurun, mən sizi qoyuram öz hədislərimizlə və ayələrlə üzbə-üz. Ayələr sizin üçün önəmlidir, yoxsa hədislərimiz sizin üçün önəmlidir. Bu kimi alimləri arxasında durub namaz qılmayın. Bu kimi elm tələbələrimizin arxasında durub namaz qılmayın. Onları izləməyin. Onların kanallarına abunə olmayın. Onların kanallarının aşağısında yazın, siz kafirsiniz, müşriksiniz. Din paltarını geyinib minbərdə oturmuşsunuz. Allah Resulunun oturduğu yerde oturmuşsunuz. Ona sahip çıxmaq lazımdır. Saray mollasından nə gözləyəcəyik? Səfərəmsə Müddəssir surəsindədir. Allah Quranda deyir ki, Allahın ərşin 8 daşıyır, 8 nəfər daşıyır. Orada bəziləri deyiblər ki, 8 dən mələk var, onlar çiyinlərinə qoyurlar, taxtı gedirlər o tərəfə, gəlirlər bu tərəfə.
Ancaq bizim Əhl-i-Beyt imamlarının hədisində var ki, o 8 nəfərin 4'ü keçmişdəndir, 4'ü isə indikindən. Çünki yadınızda qalsın, keçmiş deyəndə həmişə yadınızda qalsın, İslamdan qabaq. İndiki deyəndə, yəni İslamdan sonra. Deyir, 4'ü İslamdan əvvəlkidir, 4'ü isə İslamdan sonradır. O 4'ü ki, İslamdan əvvəldir, onlar kimdir? Nuhdur, İbrahimdir, Musa, İsa əleyhissalam. Onlar ki, indikindəndir Məhəmməd, Əli, Həsən, Hüseyin. Bəli, bu 8 nəfərdir ki, Allahın o ərşi məqamı, o məqama yetişiblər ki, o ilahi əmri alırlar. Uyğun gəlir, gəlmir?